Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. İndi mən sizə təzə gələn paltarları göstərmək istəyirəm. Tez bazar gedirik, ona görə. Gəl, şöyle bir dənə bunu belə tut. Çəkək. Sonra belənki üst geyimlər var. Belə nazikdir. Amma üst geyimdə, yəni üstünə belə atmaq üçün belə bir rəngi var, bir də belə qara rəngi var. Sonra belənki donlar var, bunlar ölçü iləndir. Həm belədir, rimeş şoku da var. Və belə uzunluqdadır. Belə bir çox sərin bir materialdadır. Bilmirəm bu nə material gedir. Amma bir razmerlə, ölçü iləndir. Ölçülər də ki 44, 46, ən böyük 46'dır. 38'dən 46'ya kimi. Sonra belənki rubaşkadır. Belə. Bunun bu rəngi var. Bir də bu rəng satıldı. Satıldı. Hə, bu başqa rəngi satıldı gələn kimi. Bir də belə böyük bədən tunikalardır, ştapel materialdır. Ştapel materialda bu da ölçü iləndir. Ən böyüyü bu 52'dir. Baxın görün. Ən böyüyü 58, 68, 68'e kimi. 64 9 XL-dən böyük. 68'e kimi ölçüsü var. Ştapel materialdır. Sonra belənki ətəyi rezinkalı belə şalvarlardır. Bunun da qara rəngi də var. Lafı başdakı. Hə, qara rəngi var. Opsi rənglər də var orada. Böyle. Sonra belə cins yubkalardır belənki. Bu standart ölçüdür. İçine kaçır ki. Sonra belə bir dəsti üst geyimlə. Bir də bu dəstin rəngləri satıldı deyə, bu rəngləri satılıb deyə bunlardan gətirdi. Bir də yubqalı belə dəsti. Zixayşə. Və belə bir rəngidir, korичневый. Sonra belə bir maraqlı yubka gətirmişik. Belə şey materialdır. Plaşovka kimi də. Belə sportdur. Belə bir də aşağını çək. Belə. Belədir, kloşdur, belənki plaşovka materialdır. Zamoklandır böyürdə, ölçü iləndir. Bunun da ölçüləri var. Sonra belə bir enli yubka tipli şal vardı. Bu da ona oxşar bir şeydir. Prosta bu belədir, bu belədir. Sonra belə bir dəsti şalvarlı. Belə rəngləri. Sonra belə bir ağ dondu. Ziyafət üçün, gündəlik üçün belə yarayır. Oy, neydi? Düyməsi düşdü. İç geçiyor. Yəni inaltı güzel. Sonra bu da həmçinin o şalvarın obsi rəngidir. Və bu rubaşkalardan bizdə var idi. O gün reklam eləmişdim. Bunu da bu rənglərini də gətirmişik. Belə bir rəngləri. Qara. O rəngləri də göstər. O gün paylaşdığım. Biraz bespорядок buranı yağışdırmaq, qaydaya salmaq lazım. Hər rəngi var. Və bu modelin burada bax gətir bura. Və bu modelin elə belki keçən dəfə də paylaşmışam bunun. Bu rəngi var, ölçü iləndir. Bu rəngi var. İndi də bu rəngini gətirmişik, tünd rəngi. Belə, sonra ştapel donlar gətirmişik. Belə, belənci ştapeldir. Sonra oy. Düymələri bağlamaq lazımdır ki, düşməsin. Belə bir o, həmin donun ştapelin belə rəngidir. Bu da belə sadə modeli.
Bunlar da həmçinin mavisidir. Bunların hər iki rəngin, hər iki modelin maviləri. Bunun korичневisi də var. Və Misirin, bunları göstərdim, hə. Və Misirin şey donları. Yenə gətirmişik bunlardan. Baxız, bu qızılı rəngidir, bu ağ rəngindədir. Ağ naxışlıda. Və bu model sevilən modeldir. Bundan yenə gətirdik. Və bu modeldə bunun qarasını o dəfə paylaşmışdım. Bunlar hələ gəlməmişdi. Qarası indi yoxdur. Bir də belə. Bunlar elə bir ki, biraz maslaya oxşar materialdır. Həm şərfi var, belənçi sport. Həm də belə don. Boz rəngi və belə yaşıl rəngi. Bunlar da standart ölçüdür. Standart ölçüdə. Belə. Bir də içlik donların rənglərini gətirmişik. Ben içlik donları da göstərək. Burada elə boşlu yerlər, bunlara yer verilmək lazımdır. Hayda, mikrofon yadımdan çıxdı. Bu rəngidir, sonra qarası var, ağıdır. Bu Kaliforniya materialındadır. Bu da Mədinə ipəyi belə tünd sinyi kimidir. Bu rəngi də var, bir də bu rəngi də var. Bu biraz fərqlidir. Bu da rəngi var, bir də bu rəngi də var. Bir də belə biraz qalınlardan içlik donlar. Başqa elə təzə hələ ki yoxdur. Yoldadır, yəni çox modellər var, yoldadır. Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Yəqin ikinci dəfə sizlə salamlaşıram. Sadəcə olaraq çəkdiyim qısa olub deyə. İndi davamını gətirirəm. Neçə gün keçib üzərindən. Adresiniz, mağazanın adresini sizə yadınıza salım. Harada, kim bilməyənlər üçün yəni deyim. Sumqayıt şəhəri Qərb restoranından yolu üzü bu tərəfə keçirsiniz. 5 fəsillə Qərb sarayının elə bir ki ortası. Sumqayıt şəhəri 17-ci mikrorayon. Yəni yolun bu qırağı hissəsi. Çöldən də bir dənə çəkim görəsiniz. Burada Qərb sarayı buradadır. 5 fəsil də bu tərəfdə. Çöldən də görüntüsünü göstərim mağazanın. Belə. Keçirik mağazamıza. Təzə gələnlərdən sizə o axırıncı videoda bilmirəm nə çəkmişimsə heç yadımda da deyil. Yəqin ki axırıncı gələnləri çəkmişdim. Dəfə çantaları da göstərim. Ütülənməlidir usta, qırışıb. İkisi də eyni modeldir. Biri qarası, biri belə bolotlu rəngdə. Usta videoda açıq düşüb. Sonra çantalardan bir belə çantalar vardı. Həmçinin belə cins bu balaca variantıdır. Belənçi üstündə bu qədər ciblərdən. Bir də bu da biraz onun yekə variantı. Bir də tündür ona baxanda belə beldən asmaq üçün. Bunlar da yaxşı satılan modellərdir. Belənçi çanta da var. Qışlıqlarla bir yerdə. Sonra belə bir çanta. Belə qəşəngdir usta. İçi belə mənasız doldurmuşam setka ilə. Yaxşı görünmür. Pırçaskasına kim hər dəfə toxunur, mənim başım çıxmır. Mən də qəşəng saç düzüm eləyirəm buna. Dağıdırlar. Bir də bu sumkadır. Yaxşı, qəşəng, geniş sumkadır. Geyimlərdən. Buranı belə ümumi göstərim sizə. Baxız, belə abayadır, pencəklərdir. Oversize pencəklər, yəni çiyinləri biraz aşağıda olan modellərdir. Bu çox satılan dəstlərdən biri. Yupka ilə bu köynək, kətan dəstir. Bu da yupka ilə dəstir. Tunikalardır. Uzun kim istəyir yupka ilə, kim istəyir şalvarla. Bu köynəklərdir və arxada bir dənə o uzun model, ondan bir dənə qalıb. Böyük bədən onlar gedirlər. Bunlar da böyük bədən 6XL kimi olmalıdır, səhv eləmirəmsə. Sonra belə bir sport yupkalı dəstir, belə şalvarlı dəstir, kətan belə dəstir, kətan belə tunikalı, uzun belə dəstir. Dəst yox, təkdir. Sonra belənçi sport
dəstlərin hicabı ilə, belə yupkası ilə, yupka şalvardı da, belə altda şalvardı, üstündə belə yupka rəngləri gəlib. Neçə cür rəngi var. Belə bir rəngidir. Burada videoda açıq düşür, belə açıq deyil. Tündür bu. Sonra qaradır. Qara da məsəl üçün videoda boz kimi görünür, amma zil qaradır. Sonra biraz açıq bozdur. Elə bil ki, bu da bozdur. Bu da mavi qarışıq bozdur. Bu da belə bozdur. Tünd boz da var idi, o bitib. Bordovoy belənçi, yaşıl, korичневый, tünd sinik, açıq sinik kimidir bu. Yəni belə bir rənglərdə hicablar da var. Sadəcə o hicabları üzərində deyil, qırağa qoymuşuq ki, itməsin deyə. Sonra bu da həmin vaxt o sport dəstin neçə rəngini sifarişdir. Bir xanım özü də deyəsən xaricdə yaşayır, başqa nömrədən bizə yazıb. İndi Bakıya göndərilməlidir. Bakıdan da həmin o xanımın yanına gedənlər var deyə ora göndərilməlidir. Heç bilmirəm haradırsa, hara nömrəsidirsə belə xarici nömrədir. Bizə yazmışdı. Neçə rəngini pakovka eləmişəm. İndi sabah kargo ilə göndərəcəyik inşallah. Yəni kargo ilə də çatdırılma var rayonlara və Bakıya da çatdırılma var. Xarici ölkələrə biri Almaniya var idi. Sadəcə olaraq biz göndərməmişdik də. Həmin xanım gəlib özü göndərmişdi deyə tam belə bilmirik də hara necə göndərmək lazımdırsa, amma baha başa gəlir də xaricə göndərmək. Onu bilirəm ki, baha başa gəlir. Germaniyaya məsəl üçün göndərmək üçün nə qədər? Almaniyaya da, yəni göndərmək üçün nə bilim bir 60 neçəsə manat pul çıxdı. O da çəkidən də asılıdır. Həm də ki, bir də nə var orada? Oказывается, original məsəl üçün məhsullar ancaq qəbul edirlər. Məsəl üçün bu krasovka indi Balenciaga'nın A klassıdır da, yəni original deyil də. Bunu məsəl üçün biz göndərsəydi, bunu da alırdı xanım. Məsəl üçün öyrəndik ki, yəni ki, olmaz deyə geri qaytaracaqdı da, məsəl üçün tamamında. Ona görə göndərmədik ki, geri qaytarılmasın deyə. Məsəl üçün hansısa geyim məşhur firmalar olsun da, Adidasdır, nə bilim Pumadır, nə bilim nədir. Onların poddelkası olsa, onlar geri qaytarırlar. Belə bir şey də var. Başqa xarici ölkələrə, ümumi o ölkəyə, yəni. Belə. Bir də ki, hər dəfə TikTok açmaq istəyirəm canlı. Heç cür əlim gəlmir. Nəsə qorxuram, çəkinirəm. Amma biləm ki, mağazaya görə canlı açmaq yaxşı sayılır da. Sadəcə olaraq tək biraz çəkinirəm ki, aça bilərəm, açsam da nə danışaram, necə eləyərəm deyə. Heç cür qərarlaşa bilmirəm ki, canlı açım deyə. Nəysə belə. İndi o birisi video ilə bu videonu bitişdirim. Baxım görüm o birisi videoda. Mən çəkməmişəm. Dayım qızı çəkib baxım görüm. Necə çəkibsə bilmirəm məni qıraqdan. Qoyulası bir videodursa onu bununla bitişdirib qoyaram inşallah. Sağ olun, salamat qalın.